Regionun ən iri miqyaslı və nüfuzlu tədbirlərindən olan Bakı Enerji Həftəsi öz işini uğurla yekunlaşdırdı. 3 gün davam edən mötəbər forum həm yerli, həm də beynəlxalq arenada Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki strateji rolunu və mərkəzi mövqeyini bir daha təsdiqlədi. Forum çərçivəsində Bakı Expo mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji sərgisi keçirildi. Sərgi günləri ərzində dekarbonizasiya, alternativ resursların tətbiqi və ənənəvi sahələrin rəqəmsallaşdırılması kimi ən aktual məsələlər diqqət mərkəzində oldu. Xarici ekspertlər və investorlar ölkəmizin sürətli transformasiyasını yüksək qiymətləndirirlər. Bu dəfə biz ilk dəfə Bakıya gəlmişik və ilk dəfə bu sərgidə iştirak edirik. Məqsədimiz yerli müştərilərlə tanış olmaq və Azərbaycanda biznes qurmaqdır. Hələlik Azərbaycan bazarı bizim üçün yenidir. Bu dəfə Bakıya ona görə gəlmişik ki, bu bazarda böyük potensial görürük. Azərbaycanda Ələt limanı və digər infrastruktur obyektləri var və bizim avadanlıqlar üçün burada geniş imkanlar mövcuddur. Biz yerli müştərilərlə əməkdaşlıq etmək istəyirik.